Herkese selam. Necəsiniz? Yaxşımısınız? Bugün sizlerle birlikte özümü tanıtacağım. Gündəlik videosunda o kadar insanlar yazmıştı ki sen neçə yaşın var, sen neçə yaşın var, sen neçə sinifdə oxuyursan, sen adın nədir, sen soyadın nədir? Ben de dedim ki deyim size tanıştırım özümü. Bu arada o gündəlik videosu istəyirəm. 846 baxış olub. 10 da like ya 11 səhv eləmirəmsə ya da 10 like gəlmişdi. İndi mən özümü tanıtacağım dostlar. Mənim adım İncidir, soyadım Mustafayevadır. Mən 4-cü sinifə getmişəm. Hətta 4-cü sinifə getdiyimi yazmışam yorumlara. Oradan baxsaz ya da indi bura baxsaz biləcəksiniz neçə sinifə getdiyimi. İndi sonra mən yaşım da 8 tamamdır, 9-un içindəyəm. Əslində mən 3-ə getməliyəm, amma mən 4 yaşımda qoyublar hazırlığa. Bəzi uşaqlarda 6-7 yox, 6, 5, 4 yaşında qoyurlar bəziləri. Mən 4 yaşımda qoyublar. Onun üçün mən əslində 3-ə getməliyəm. Nə qədər deyirəm ki, 3-ə gedim, ana 3-ə gedim. Anan deyir, elə şey olmaz, çünki gülərlər mənə. Deyirlər, sən sinifdə qaldın. Sonra mən deyər, dostum olmaz onun üçün. Dostlar, bacımı da tanıtmaq istəyirsinizsə, indi videoda yazıb like atın, tez gözləyirəm. Abunə də olun, yorum da yazın. Gözləyirəm. Yorumda ürək atın, o qədər. Attınız mı? İndi dostlar, bacımı tanıtıram. Bacım 5-ci sinifə gedir, 11-in içindədir. Yəni 10 tamam yaşı var, 11-in içindədir. 11-in içindədir. Adı Fatimədir. Onun da adı Mustafayeva, soyadı Mustafayevadır. Bacımla eyni məktəbdə oxuyuruq. Bacım da 288-ci sinifdə oxuyur. Mən də 288-ci sinifdə. Bacım yəni tam vaxtında qoyublar hazırlığa. Onun üçün məktəbədə. Onun üçün bacım oğun, yəni 5-ə getməlidir indidən. Bacımın ad günü sizə neçədədir? Yorumlar yazın. Tez göz.